doğma, hara gedək izləyicilərim. Bugün Bakının elə bir kəndinə gəlmişik ki, bu kəndin adı gələndə hamının yadına Yanardağ düşür. Bəli, bugün Məhəmmədi kəndini birlikdə gəzib, birlikdə öyrənəcəyik. Elə düşündük ki, Yanardağdan başlasaq tam da yerinə düşər. Yanardağ Məhəmmədi Digah şosesinin sol tərəfində yerləşir. Getdik. Yanardağ, dağın ətəyində təbii qazın sızması nəticəsində alovlanan və tarixi bilinməyən təbiət hadisəsidir. Bu Yanardağ haqqında bir çox səyyahlar, tarixçilər yazılar yazıblar. Marco Polo da Yanardağdan yazıb. O deyir ki, Yanardağın alovları alaqaranlıqda daha yaxşı görsənir. Buranın alovları heç vaxt sönmür. Əliağa Vahid deyir ki, 1000 dəfə yansaq eşq oduna qorxu bilmərik. Çünki diyarımız bizim odlar diyarıdır. Bugün Yanardağda xüsusi bir tədbir keçirilir. Daha doğrusu ot çərşənbəsi qeyd olunur. Artıq bu bir ənənə halını alıb, elə bu il də ənənəni pozmayıblar. Eyni zamanda həmin bu tədbir çərçivəsində az təminatlı və əlilliyi olan şəxslərin əl işlərindən ibarət yarmarkada təşkil olunur. Yanardağda işimizi bitirib gedirik kəndə. Məhəmmədidə iki məscid var. Cümə məscidi və hazırda bizim qarşısında dayandığımız Məhəllə məscidi. Məhəmmədi kənd məscidi kimi tanınır həmin bu məscid. Elə üzərində də onun inşa olunma tarixi yazılıb. 1818-ci il, 2018-ci ildə isə təmir olunub. Bu kənddə bir neçə əsas köklü tayfa yaşamaqdadır və həmin tayfalar da kəndimizin ərazisində müxtəlif məhəllələrdə əsasən məskunlaşmışdılar. Təbii ki, sonradan artıq o tayfaların bir-birlə qarışması nəticəsində bu məhəllələrin izləri itməyə başladı. Amma yaşamış yaşlı insanların bizə verdikləri məlumatlara görə kəndimizdə hər məhəllə, hər tayfanın özünə məxsus məhəlləsi olub və bizim hal-hazırda olduğumuz bu məscid də Məhəmmədi kəndinin Şahsevən məhəlləsində tikilmiş məsciddir. Digər məscidimiz isə Qaradağlı məhəllə məscidi, daha doğrusu Qaradağlı məhəlləsində tikilən məsciddir. Bu məscidin tarixi isə 1819-cu ilə təsadüf eləyir. Bunu məscidin üzərində olan daş kitabədə də görə bilərsiniz. 1819-cu ildə bir qrup kənd sakini tərəfindən bu məscid inşa edilib. Kitabədə məscidin kim tərəfindən inşa edilməsi dəqiq şəxs olaraq bildirilməyib. Əvvəllər buranın ikinci mərtəbəsi də olub. Sadəcə o ikinci mərtəbə müvəqqəti olaraq taxtadan inşa edilib. Sonradan o ikinci müvəqqəti yaradılan, həmin ikinci mərtəbə, taxtadan yaradılmış ikinci mərtəbə Sovetlər dönəmində söküldü. Çünki bilirsiniz ki, Sovetlər dönəmində məscidlərin hamısı kütləvi olaraq bağlandı və ibadətə icazə verilmədi və Məhəmmədi kənd məscidi sadəcə arpa, buğda yığmaq üçün istifadə olunan bir ambara çevrildi. 1989-cu ildə artıq Sovet İttifaqının dağıldığı dönəmlərdə yenidən məscidə kənd sakinlərinin axını oldu və məscid yenidən təmir olundu, qapıları müsəlmanların üzünə açıldı. Və bu məsciddə digər məsciddən fərqli olaraq iki əlavə element var. Və bu da onu göstərir ki, bu məscid digər məsciddən daha cavandır. Kəndimizdə olan birinci məsciddən daha cavandır. Çünki oranın tikintisində buraxılan səhvlər burada buraxılmayıb.
Yəni elə bil oradan dərs çıxardıblar, burada o səhvləri təkrarlamayıblar. Birincisi, Gilavar tərəf, biz cənub istiqaməti, qiblə istiqamətindən bir pəncərə açılıb, məscidin qiblə istiqamətindən. İkincisi isə məscidin damına çıxmaq üçün, yəni yuxarısına çıxmaq üçün azan vermək məqsədi ilə yuxarısına çıxmaq üçün məscidin Xəzri istiqamətindən, yəni şimal istiqamətindən bir qapı və pələkanlar nəzərdə tutulub ki, onun vasitəsilə yuxarı çıxmaq mümkündür. Həmçinin məscidimizdə oyuqlar var, onların içində, yəqin ki, görürsünüz bax bu oyuqları, onların içərisində saxsı küplər var. Saxsı küplər nə üçün nəzərdə tutulurdu? Çünki o dövrdə bilirsiniz ki, mikrofon sistemi yox idi, səs gücləndiricilər olmadığına görə onların məxsusi şəkildə ora hazırlayan memarların məqsədi bu olub ki, səs məsciddə echo versin və məsciddəki qarşıda dayanmış, danışan axund ruhaninin səsi və yaxud da Quran oxuyan insanın səsi qulağa daha xoşyatımlı bir şəkildə məscidin içində ahəng versin. O məqsədlə nəzərdə tutulurdu. Kəndimizdə 2 məscid var, ikisi də fəaliyyət göstərir. Məscidlərimizin tarixi 220-230 il ərzindədir və hal-hazırda olduğu məscid Məhəmmədi Kəncov məscididir. Bu məscid ilk tikilən məsciddir. Niyə? Çünki qiblədən ki, pəncərə bu məsciddə yoxdur, o bir məsciddə var və bu məsciddə azan verməyə, yuxarı qalxmağa pilləkənlər yoxdur, o bir məsciddə var. Allah bu məscidləri tikib, qoyub qədənləri rəhmət eləsin. Kəndimizin arasında 2 qəbirstanlıq var. Ən aşağısı 500-lə yaxın onların təşkil olunma yerləridir. Amma ondan da qabaq, o birisi qəbirstanlığın yaxınlığında mərhum Hacı Həcağı əminin evində özü danışırdı rəhmətli ki, biz özül qazıyanda oradan qəbirlər çıxdı. Çox nəhəng adamların. 2 qəbirstanlıqlar bu ki, dedim 2 qəbirstanlıq, onların hələ demək olar ki, bərabərdir təşkil olunduğu vaxtda. Məsələn, bizim bu gördüyümüz qəbirdə burada yazılıb, ərəb əlifbasından yazılıb ki, Həzihil mərhumə Vəsxanın binti İskəndər, təvəllüdü 1822, vəfatı 1917. 95 yaşında vəfat edib və məşhur bir adamın ulu nənəsidir. Bu Vəsxanın binti İskəndər 416-cı Tağanırov Diviziyasının siyasi şöbəsinin müdiri Rəşid Məcidovun ki, Reyxstağa bayrağı sancanların rəhbərlərindən biri olub, Rəşid Məcidovun ulu nənəsidir, yəni ata nənəsidir, daha dəqiqini desək. Bu Vəsxanın binti İskəndər, yəni İskəndər qızı Vəsxanın qardaşının qəbri də bu tərəfdədir. Burada da yazılıb, mərhum Əlibəndə Vələdi İskəndər. Bunun ancaq dəfn olunduğu tarix yazılıb, özü də hicri qəməri ilə 1336. İndi də 1446-cı ildir. 110 il bundan qabaq bu dəfn olunub. Bunlar köhnə qədimi qəbirlərdir, başdaşların yarısından qədər, bəlkə yarısından çoxu batıb. Əsl müsəlman qəbirstanlığı elə belə olmalıdır. Qəbir batmalıdır. Məgər görsənir də, bax, nə boydana, böyük-böyük, iri-iri başdaşlar, şəkillər vurulur. Halbuki İslamda şəkil olmaz. Kişi xeylağının olmaz, nəinki qadın xeylağının. Şəkillər vurulur. Bunlar şəriətlə düzdür. Belə gedişatla getsə, yaxın 500 ildə dünyanı qəbirstanlıq bürüyəcək. Özü də müsəlman qəbirstanlığı.
1918-ci il mart qırğınları bu kənddən də yan keçmir. Kəndin kişiləri öz əyallarını ləş bağlarına göndərirlər və onlara tapşırırlar ki, əgər biz bu döyüşdən sağ çıxmasaq, onda özünüzü xəzərə atarsınız və belə olur ki, bu kənddən cəmi bir nəfər həmin o döyüşdə şəhid olur. Məhəmmədi kəndinin adı isə adından görüldüyü kimi Həzrəti İslam Peyğəmbəri, Həzrəti Rəsulullahın adından götürülür. Belə bir iddia versiya irəli sürülür ki, 1501-ci ildə Şah İsmayıl Xətai Bakıya gələn zaman, Bakı Səfəvilər dövləti tərəfindən fəth olunan zaman bu kəndin adı Muhammed ümməti olaraq adlandırılır və o vaxtdan etibarilə Muhammədi, yəni Peyğəmbərə məxsus olan insanlar, Peyğəmbər kimi yaşayan insanlar, Peyğəmbərin dinində olan insanlar kimi Məhəmmədi deyə adlandırılır. Və başqa bir versiya da ondan ibarətdir ki, çox zaman kəndlərin adı o kəndi quran, o kəndə ilk dəfə məskən salan şəxsin adı ilə əlaqələndirilir. Muhammed adlı bir şəxs bu kənddə ilk dəfə olaraq məskən salıb və onun adı ilə Muhammədi adlandırılıb. Lakin bu həqiqətə uyğun gəlməyən, real olmayan bir variantdır. Görəsən bu kəndin insanlarının əsas məşğuliyyəti nə olub? O vaxtlar Məhəmmədi karvan yolunun üzərində yerləşib. Ətraf ərazilərlə həmişə ticarət əlaqələri olub deyə, ona görə də buranın insanlarının əsas məşğuliyyəti elə ticarət olub. Amma ticarətlə yanaşı eyni zamanda həm də təbii ki, əkinçilik, maldarlıqla da məşğul olublar. Hətta ən böyük zəfəran sahələri də məhz Məhəmmədidə olub. Məhəmmədi kəndinin əhalisinin ta qədim zamanlardan ən çox məşğul olduğu sahə əkinçilik sahəsi olub, həmçinin maldarlıq sahəsi olub və onu qeyd etmək istəyirəm ki, köhnə qədim Məhəmmədinə xəritədə nəzər salsaydınız və yaxud da Yanardağın üzərinə çıxıb kəndin ətrafına nəzər salsanız görərsiniz ki, Məhəmmədi kəndi Abşeronun yeganə kəndlərindəndir ki, qonşu kəndlərdən məsafəsi çox uzaqdır və əkin sahələri, əkinə yararlı torpaqları olduqca çox olub bu kəndin vaxtı ilə. İndi düzdür, evlər çoxalıb, yaşayış məskəni artıb deyənə, indi artıq o əkin sahələri tükənmək üzrədir. Amma əvvəllər kəndin çox geniş əkin sahələri olub və kənd cəmaatı da həmin əkin sahələrindən müxtəlif vasitələri əkib becərmək üçün, müxtəlif bitkiləri əkib becərmək üçün istifadə ediblər və ən çox Məhəmmədi kəndində 1816-cı ildə də hətta arxiv məlumatlarında qeyd olunan məlumatlara əsasən 63 ailə yaşayıb kənddə və onların hər birinin ayrıca zəfəran sahəsi olub, zəfəran bağı olub və Məhəmmədi kəndinin torpağı zəfərançılıq üçün, zəfəran əkmək üçün ən əlverişli, münbit torpaq hesab olunur və Məhəmmədidə yetişən zəfəranı da biz şəxsən özümüz bir neçə dəfə laboratoriyada da bunu yoxlatdırmışıq və Məhəmmədi zəfəranı öz kalorisinə görə, dərəcəsinə görə ən yüksək dərəcəli zəfəran kimi həmin laboratoriyadan nəticə olaraq bizə bildirilib. İkinci Dünya müharibəsi ərəfəsində bizim Məhəmmədi kəndi öz əkin sahələrinin və zəhmətkeş insanlarının sayəsində o dövrün aclığından üzaq çıxdı. Yəni nə mənada? Kənd cəmaatı çox zəhmətkeş olublar. Qədim insanlarımız çox zəhmətkeş olublar və onlar müharibə dövrü baş verən qıtlığa, aclığa baxmayaraq kəndin ətrafındakı əkin sahələrini, məhsuldar torpaqları öz zəhmətləri sayəsində əkərək, becərərək kənd sakinlərini həmin qıtlıq dönəmində aclıqdan ölməkdən və həmin o fəlakətdən xilas ediblər. Və həmçinin də mən bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, qonşu kəndlərdən də bizim kəndə həm işləmək üçün gələnlər olub, həm yardım niyyəti ilə gələnlər olublar. Hətta qonşu rayonlardan belə bizim Məhəmmədi kəndinə axın olub, insanlar bura işləmək üçün gəliblər. Çünki burada çörək olduğunu biliblər, buranın insanlarının onlara yardım edəcəklərini də biliblər. Ona görə də kəndimizə qonşu kəndlərdən və hətta rayonlardan belə axın olub və müharibə dövründə həm kəndimiz öz əhalisini, həm də onlara bir növ pənah gətirən insanları qida ilə təmin ediblər və aclıqdan ölməyə, aclıqdan tələf olmağa imkan verməyiblər. Və bizim kəndimizdə, Məhəmmədi kəndində yerləşən bir neçə pir mövcuddur. Bu, bizim xalqımızın, kənd sakinlərinin qədim inancı ilə
İslam'a olan inancı ilə bağlı olan pirlərdir və onlardan ən məşhuru Əli daşı piridir. Təbii ki, sual oluna bilər ki, tarixi mənbələrdə Əli əleyhissalamın Abşeron torpağına, Bakı ərazisinə gəlmədiyi qeyd olunur. Bu iki versiya ilə irəli sürür həmin o pirin əleyhissalamla bağlılığı. Birinci versiya budur ki, möcüzə yolu ilə, yəni imamətin özünə məxsus olan elmi imamət deyirlər buna. Bu yolla əleyhissalam bura gəlib və bir neçə izi Abşeron torpağında qoyub. Bu birinci versiya. Lakin ikinci, daha rasional, daha məntiqli versiyası da bundan ibarətdir ki, Abşeron torpağı vaxtı ikən buranın sakinləri elə indi də, qədim zamanlarda da Əhl-i Beytə bağlı olan, İslam'a bağlı olan insanlar olublar. Və onlar hal-hazırda Küfə şəhəri ki, vaxtı ikən Əli əleyhissalamın imaməti və xəlifəliyi dövründə onun paytaxtı olub, hökumətinin paytaxtı olub, o şəhəri ziyarət edərkən oranın alimlərindən belə bir xahiş ediblər ki, burada Əli əleyhissalama məxsus olan bir əşyanın icazə verilirmi ki, biz onu aparaq öz torpağımıza? Oradan bura gəlib əleyhissalamı ziyarət edə bilməyən insanlar, bu torpaqlara gələ bilməyən insanlar, olarmı ki, bizim buradan apardığımız həmin əşyanı mı deyək, həmin daşı, əleyhissalama bağlı olan bir xatirənin izini ziyarət eləsinlər və böyük ehtimal ki, onlar həmin daşı məhz Küfədən əleyhissalamın yadigarı olaraq bura gətirmişlər və burada Məhəmmədi kəndində yerləşdirmişlər və həmin daşın yerləşdiyi ərazidə vaxtı ikən Kərbəla ziyarətinə gedən, Həcc ziyarətinə gedən zəvvarların, Abşeron torpağından gedən zəvvarların toplaşdığı yer olub. Bakının yüksəklikdə yerləşən bir-iki kəndi var ki, onlardan biri də elə Məhəmmədidir. Siz Məhəmmədidən baxanda, bax bu tərəfdən başlasaq, Fatmayı, Kürdaxanı, Nardaran, Maşdağa, Zavrat, bütün bu kəndləri açıq-aydın görə bilərsiniz. Bax, bu da son. Bugün sizinlə Məhəmmədini gəzdik, öyrəndik, kəşf elədik. Amma artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun. Sağ olun.